Hello, salam. 2025-ci ildə mənim həyatım nə cür, nətər olacağını göstərilmiş. Hadi bakalım başlayalım. Tabii ki birinci ev. Və dəniz qırağı ya meşə tərəf istəyirəm. Baxım. Qəşəngdə qalsın. Məncə qalsın. İş. Yox. Dırnaq ustası deyiləm axı mən. Heç marağım da olmayıb. Laboratora. Yox. Laborator rəfiqəm var. Həcm laboratoru oxumamışam. Bu nədir? Müğənni. Sözün gözəl deyil axı. Dərzdə. Rejissor. Mən və rejissor. Yox. Məntiqli deyil çünki. Ay, nə oldu bu üfüqə? Hə, iş qadını. Zaten iş qadınam. Hə, qəşəng qalsın. Əslində mən motosiklet sevirəm yenə də. Qəşəng maşını bəyəndim, qalsın. Və çiçək heyvanları təbii ki. İlan. Bir söz var ki, yalanda qorxduğum qədər ilandan qorxmuram. Mən deyirəm o sözü təbii ki. Yəni, yox, saxlamaram ilanı. Meymun. Kitap yox. Uy, iğrendiğim heyvan. Uy. Həyatda 4 dənə heyvandan iğrənirəm. 4 dənə heyvandan. Ən birinci də sıçan, fare. Uy. Ay aylar. Tabii ki çiçək heyvanları. Siz bilirsiniz ki, mənim ən hassas yerim çiçək heyvanlardır və onlara ev tikmək üçün çalışıram. İnşallah olar, inşa səsim eşidərlər və Bərdə şəhərində çiçək heyvanlara görə ev tikərlər. İnşallah. Allah'tan dua edirəm, olar. Olması üçün də çalışıram. İnşallah olar. Nəysə, bu qədər. Parti içi gəlsinmi, gəlməsinmi? Videomun altında yazın. Videomu beğenmeyi, kanalıma abone olmayı, videomu paylaşmayı unutmayın. Size yaşa bakın. Bye bye.